eğer bunları bir kaşık bal, bir kaşık güne bakan yağı, bir kaşık da handrakol, gelini, o tübükte olur, onu aptekten alacaksınız. Onların üçünü de birbirine karıştırırsınız. Burada maksat nedir? Balın tərkibində glukozamin təsir edəcək. Balın onurğaya keçməsini təmin edən əsasən günə baxan yağ olacaq və üçüncüsü də handrakol da hondrus, qırdaq deməkdir. Qırdaqların arasında yeni qırdaq yaradacaq. Bilirsiniz, o qırdaqlar zədələnir, oraya kalsium və başqa duzlar çökür və elə onların hamısını əridəcəkdir. Onun üçün bu üçünü birləşdirib, onu qarışdırırsınız. Bir adam, o xəstə adam ağız aşağı uzanır. Deməli, belinin onurğa sütunu boyunca iki əlinin üstə qoyub, əvvəlcə yavaş-yavaş onu, bütün hamısını, bütün onurğa sütunu boynun arkasından tutmuş da oturacağına qədər neydir onu? Yavaş-yavaş başlayır bərk eləməyə. Əlinin üstə qoyur, üy-bə-üy, oynaq-oynaq. Fəqərələrin arasında bunu yedizdirir və tamamilə yedizdirəndən sonra yarım saat bunu eləməlidir. Sonra o saçı qurudan fen var ha. O fenlə bir-iki qolun arasına bir də belə. İki yerdə ən çox olur bu. Bir də boyunda da ola bilər. Onu deməli isidirsiniz əvvəlcə fenlə. Saçı qurudanla isidirsiniz, qaynarır, oldu dən kimi əvvəlcədən hazırlayırsınız. İki dənə binti, bir əl boyda binti bu tərəf, bir də əl boyda binti bu tərəf. Araqda da pambıq qoyursan ki, isti qalsın. Bu burada durur. İsti olan kim onu qoyursan onun üstündən leykoplastrdan üstündən bağlayırsan. Bu leykoplastrdan hamısını əvvəlcədən hazır qoyursunuz orada. Binti də, pambığı da hazır qoyursunuz. Bu 3-4 gün qalır orada. Çinmək olmaz. Ondan sonra ona su dəyməməlidir. Neçə gün? 4 gün, 3 gün. 3 gündən sonra, 4 gündən sonra onu açırsınız, çimirsiniz və yenidən təkrar edirsiniz bunu. Yəni bu... Nə qədər müddətə? 15, 25, bəzən çox. Mən açıq deyirəm, mənim xəstəm olub 13 millimetr deməli, qrijası olub belində. Ona demişəm, get 8 millimetrdən yuxarı operasiyalıqdır, get elətdir, deyir, mənim pulum yoxdur, sən qurbanım. Dedim, onda nə bacarırsan bunu elə. 30-35 dəfə, bəlkə 40 dəfə eləyib, bir də kastinlə gəlmişdi yanıma, bir də gəldi əlimdən öpür. Sən kimsən? Dedi, mən o yanda yadınlarım kastinə yadıma düşdü. Dedi ki, indi getmişəm, yoxlatmışam, deməli 2 millimetrə düşür. Dedim, get bunları bir də təkrar eləginən, təkrar elədi. Ondan sonra tamamilə o yox oldu. Həmin o yırtıq. Həmən yırtıq. Həm də bütün onurğa üstündə yerləşən duzları, zadı hamısı nədir? Əllərin uyuşması nədir? Bilin ki, o fəqərələrin arasında protuziya var. Yəni o bir-birinə yapışır. O fəqərələrin arasından 31 cüt sinir çıxır. 31 cüt sinir, bax onun üstündən sıxdığı üçün o da gəlib əlləri bürüşdürür. Ayaqda qıc olmaları yaradır. Onları aradan qaldırmaq üçün ən gözəl və ən əsas nədir bu vasitədir. O resepti bir dediyin zəhmət olmazsa qısa deməli. Bir qaşıq bal, bir qaşıq günə baxan yağı, bir qaşıq da handrakol geldi. Bu apteklərdə satılır. Diş pastasının kimi şeydir içindən. Onun bir qaşığını belə xörək qaşığına tökürsünüz, bunların üçünü də bir-birinə qarıştırırsınız əlbəkində və əlinizi alırsınız və bunun bütün onurğa sütunu boyunca sürtürsünüz və bir yarım saat ərzində? Yarım saata elə yedirtməlisən onu tamamilə onurğa sütununa. Sonra da o saç qurudanla, fenlə onu qızdırırsan, isti olan kimi o pambıqla nəyi? Marlini qoyursan onun üstünə və yapışdırırsan. Onu yapışdırırsan 3 gün orada, 4 gün orada qalmalıdır. Və sonra onu çıxardırsan təzdən, çimirsən təzdən bir də. 15-25 daha çox, nə qədər çox eləsəniz, o yırtığın böyük və kiçiliyindən asılı olaraq tez qurtara bilər. Balaca yırtıqsa 2 millimetrlik, 4 millimetrlik, 6 millimetrlik, 8 millimetrlik isə tez qurtarır və əgər böyükdürsə, onda uzun müddət bunu eləmək lazımdır. Hə, bildim. Çox sağ olun Rəşid müəllim. Sağ olun. Millətimiz bilsin. Çox sağ olun, minnətdaram. İkinci resepti də zəhmət olmasa,
O ne üçün idi? Əvvəl onu deyin. İkinci resept əvvəla biləsiniz ki, bax, boğaz ağrıları, ondan sonra həzm sistemində qəbizlikdə olan adamlar, öd kisəsində xırt olan adamlar, mədə bağırsaqda problemi olan adamlar,